Kışın soğuk günlərin başlandı. Bunda sizin cücələri cəm ölüb durma. Kışın günündə mənim cücələrim köp ölgən. Buna səbəb oladan 3 dana topuy halətini göstərib ötəmən sizlərə. Sizə birinci etdən başlayırıq. Dostlar, kışın günündə cücələrin nabud boluşuna, pərəndələrin nabud boluşuna səbəbçi oladan 3 dana yaman bir adətini ya bir halətini düşündürüb, ürgətib, aytıb özümə tavsiyələrini bərib ötəmən. Əgər də əməliyyat edən bolsaysızlar, cücələrinizi saxlaq qalasızlar deyə ümiddə mən şu nərsələrini ətib köp kətdə özgərişini sezgənməm. Birinci əsasi səbəb bu cücələrini yoki pərəndələrini ayağını teyib mən isti yerə koydum ku, ketəkim bekli ku deyə oylab, lekin köpçilik beton yere, betonun üstüne doğrudan doğru kök koyarlar. Ya ki toprak, izgarının üstüne kök koyarlar. İzgar nemde aytsak oladı. Ben mesela yine teyinde karanlığına pol, yani tahtadan pol etilgen. Tahta ulu bir kalın bir eşik taşak kopmam ben. Kalın bir eşiğin üstüne epilke taşağım ben. Epilkenem ilacı barca kışta tez almaştırtırız lazım məsləhət bərəmən. Teyin çəklim kuruk olsa, pərrəndə hava soğuqrak bolsana qətti nəzər kəsərlənməydi. Ayağını isti tutsa kəsərlənməydi birinci oçaqda. Şöhrənə əhəmiyyət bərəslər. Bu birinci səbəbi. Köpçilik şu betonun üstüne ya ki toprak, line, bodbiyata teyləri teyi tazalanmış, şunun üstüne doğrudan doğru koyarlar. Çəklim ayağının teyi taza bolsa, pərrəndə şunu çəklim kəsərlənişdən, şamallaşdan elde alınır. İkinci hata bu cücələrə ya pərrəndələrə isə soğuk su bəriş kışın günündə. Soğuk su bulanı içək tizimini şamallaşına alıp gəlir. İçək tizimi şamalladı deyəni bu ucu nərsəyə işi özgərədir. Əgər yeyən nərsəsinə iç getsə ucu pərrəndə birinci oçaqda halsızlanıb qalıb ucu ölüş akıbətini doğrudan doğru əkkələdir. Çünkü ilacı barca soğuk su koymangla. Soğuk su vermengler ama benim kanalda isti su deyəndə dönüm kaynar emez. Yılımda sel istirak ban suyunu berseyizler yemindən ki bir məl. Kışlı günü suyunu bir məl berseyizlerim yetip artadı özü. Bir məl bereslerden aslan ki yingaştırıp alıp koyasılar. Benim ondan su işlerim tuttan. Su idi, şeyimizi şəmözdən şöyle girip kopma. Bir məl beresle aslan alıp koyasılar. Suyunu pasitenini eldinde yatışı şart emez. Eğer de soğuk suyunu içe donsalar içekleri şamallab iç geçişi gep başlaydı. Ben hem videomda tavsiye verip sizlere aytqanman kışın gününde şu qaydalara əməl etib baxsayızlar heç qaçan tənə-pənə cücələri, pərrəndələri ölüşünə alıp gəmir. Bu məkanlarımız yine özgərişlərinə bir rezultatlarına özləriz baxa verib kollab quvvatlab duraslar degan ümiddəmən. Ölçüləri necə zor mu, bola mı? Özləriz bir sizlər maqtab dursayızlar mən sönüb video çıxara verəmə. Yine sönüb adamlara yakadayken zor ekan mənə bir adamlara bir yaxşılığım deyib tut degəndə çıxara verəmə. Üçüncü hataları köpçilik adam nəyətədən bu şamallatış tizimi deb açsam boladı mənim kanalda köpçilik ya hem yerine mesela különke bilen orada hava girmiydi ku hava girmesi yani bu muydu şamallatış gerek deb şamallatış emez havanı almaştırış gerek. Havanı almaştırış bilen şamallatışın farkı var. Həmiyyət bəringlər. Şamallatış bir yerden eşik mesela açtım hava girip banla bir döşüklerden çıksa bu ortada skveznik boladı. Bu şamal aylanandı bir de şamal aylansa yazlı günem kesel oladı cüce. İtibar bəringlər şuna. Yazlı günem şamalda kak kesse cüce kesel boladı. Şamallatış emez havanı almaştırış gerek. Addi güne bir tərəfləmə eşik ya ki bir port eşiki açık koyulsa hava almaşadı özü. Hava tazalanadı. Eğer bir tomonlama açık koyulsa hava almaşadı. Hava taze olsa normallik. Lekin şamallatı netik koymayın. İlacı barca şamal girmeden toçka bolmasın. Şamal girip skveznekdə qat ketsə bolmaydı. Şöhrənə əhəmiyyətli bolasılar. Bu köpçilik ətədən adamların üçüncü hatası. Bu hataları nerede atdırsınlar da sizə bu hataları mən özümə etkənməm. Çəkin. Hatalarını indi doğru ətib ürgənlərdir. İşte var şu üç hata. Birinci hata bu teyini kuruk etip saklaması. Betonun üzerine. Bu da mesela tey beton yine. Betonun üstüne pol atıl, polun üstüne epilke taşalt tuttu. Epilke ya bir
şalını nəsə deb aytadilar onu. Şalını postu var. Aşını taşasanız da болады. Yoki bir saman taşasanız da болады. Mən pilkə taşab köpmə. Bularni ikini hamma kətakimi pilkə taşab çok getib ötken videonu görünlər. Yine pilkələ bir sel pəsələrim düşkün. Pilkə taşab çok getib taxlaq qopma. Bu ikinci xata, ben su idişini bir məl bərəmə. Bu üçüncü xatanı etməslikim şamallatışdı zaman. Şamal girədən toçki etməyəm mən. Gündüz günü istiraq günü iş günü bir zaman çıpasam bu oldu. Normalni qışlı günü. Dumam sköznek olayıb, şamal olayıb ya şərtəməz. İlacı barca şu xatalarını etməsəyiz də sizdən cücələrinizdən xuda xalasa qışdan zor çıxar. Pərrəndələdi iskəni kəsəl bomidi, effektləri bakıb oturqalarda yaraşa rezultatlar alasla da ümid deməm. Hata kəmçiliklərim, aytqan nəlisələrimdə, nə desəm mən köpçilik çün mindirmə, nə da durğan zadə. Bu Xorazm şivəsinə həmmən mənim tünərmiydi. Köp vadi tamarladan yazıb tutdular. Çün mindirmə zayt durğan gəp bizə edib. Mən Xorazmlıyam, mən Xorazm şivə mənə kulay, onaylı da baytıladı. İlacı barca çüntürüb yazsam hərəkətə tutma olaram. Yerdən onu deysə. Kollab kodlab duraslar degan umiddaman do'stlar. Keyingi videolarni görüşdə davom etinglar. Keyingi videolarda nechik etib yem, arzon yem berib bakış usulini ko'rsatib beraman sizlarga. Ko'pchilik zo'r yem, qimmat yem, zo'r yem deb o'ylaydi. Yo'q. Qimmat yem, zo'r yem emas. Sifatli yem berish kerak. Shu narsani ko'rsatib o'taman. Videoni oxiridan ko'rgan sizlarga kattakon rahmat. Like-lamay, sizlarga umiddaman.